Rusiyadan şok. Ukraynaya qarşı 80 min zərbə dronu. Keçən qış Rusiya təcavüzü nəticəsində Ukraynanın kritik infrastrukturunun 80%-ə qədəri dağıdılıb və ya zədələnib. Son aylarda Ukrayna Rusiyalı işğalçıların yeni zərbə kampaniyasına hazırlaşmağa çalışıb. Bunu Avstraliyalı polkovnik Markus Reisner NTV-yə müsahibəsində belə deyib. Polkovnik vurğulayıb ki, Ukrayna prezidenti Volodymyr Zelenski müttəfiqlərə daha çox hava hücumundan müdafiə sistemləri və sursat vermələri üçün təzyiq göstərib. Polkovnik onu da vurğulayıb ki, Kiyev istehsal güclərini də Rusiyanın hücum edə bilmədiyi NATO ölkələrinin ərazisinə köçürür. Ukrayna xüsusi xidmət orqanlarının məlumatlarına istinad edən Markus Reisner vurğulayıb ki, bu il Rusiya 30-40 min Ceran 2 dronu, 5700 Harpiya 1 dronu, həmçinin təxminən 34 min Gerbera pilotsuz aparatı və imitator istehsal etməyi planlaşdırır. Ümumilikdə təqribən 80 min zərbə və imitasiya dronu, bundan əlavə olaraq 2500-ə qədər qanadlı, ballistik və hipersəs raketi gəlir. Son hücumun video görüntüləri göstərir ki, Ceran 2 dronları indi həm də hədəflənmiş hücumlar və yarım stansiyaların məhv edilməsi üçün istifadə olunur.